Qədirxum hadisəsi İslam tarixinin ən mühüm hadisələrindən biri sayılır. Əllamə Əmininin dediyinə görə bu hadisənin doğruluğuna heç bir şübhə yoxdur və bir çox tarixçi, hədisçi, təfsirçi və din alimi bunu kitablarında yazıb. Yəni siz müsəlmanlar arasında elə bir kəs, hətta məzhəb belə tapa bilməzsiniz ki, bunu dansın. Hətta vəhhabilər belə bu hadisənin baş verdiyini qəbul edir. Sadəcə bir redaktə işləri edirlər ki, yox, Peyğəmbər belə demək istəyirdi, elə demək istəyirdi. Amma yəni bu hadisə bütün müsəlmanlar arasında ittifaqən qəbul olunub. Nə zaman baş verib bu hadisə? Peyğəmbərimiz hicrətin 10-cu ilində sonuncu vida həccindən qaydarkən Zilhiccə ayının 18-də yəni Qədir adlanan bir vadidə ki, Qədirxum deyilir, həmin bu yerdə dayandı. Oradakı insanlar və zəvvarlar üçün bir xütbə oxudu. Sonra Həzrət Əli əleyhissalamın əlini yuxarıya qaldıraraq onu xalqın mövlası, rəhbəri və öz canişini təyin etdi. İndi bəzilərinizə bəzi idman yerlərində görürsünüz ki, bəziləri qol vurur, ya belə edirlər, xüsusilə idmançılar edirlər. Həmin bu işarə Qədirxum hadisəsinə işarədir. Yəni ki, bir növ ki, Peyğəmbər Həzrət Əli əleyhissalamın əlindən tutub qaldırır və deyir ki, mən kimin rəhbəri, başçısı, mövlasıyamsa, bəs Həzrət Əli əleyhissalam da eyni ilə həmin vəzifəni icra edəcək. Orada olan hamı, o cümlədən Peyğəmbərin böyük səhabələri belə Həzrət Əli əleyhissalamı həm təbrik etdilər, müjdə verdilər və Həzrət Əli əleyhissalama bağlılıqla bağlı söz verdilər, əhd bağladılar ki, bu barədə özünüz də yəni müxtəlif yerlərdə oxumusuq. Bu hadisə Allahın əmri ilə, yəni təbliğ ayəsi nazil olduqdan sonra baş verdi. Bilirsiniz ki, Maidə surəsində mən bu barədə videoda paylaşmışam ki, orada deyir ki, Ya əyyuhər rəsul bəlliğ ma unzilə iləykə min rabbik və illəm təfəl fəma bəlləqtə risalətə. Yəni Allah Taala öz Peyğəmbərinə buyurur ki, ey elçi, Peyğəmbərə deyir ki, sənə Rəbbin tərəfindən nazil olanı çatdır. Əgər çatdırmasan, elə bil ki, sən Allahın risalətini yerinə yetirməmisən. Yetirməmisən o mənada ki, sən nöqtəni elə bil ki, qoymamısan. Bu elə bir vaxtda nazil oldu ki, müsəlmanlar namaz qılırdılar, oruç tuturdular, xumsəkat verirdilər, həcc icra edirdilər, cihad icra edirdilər. Bəs nə çatışmırdı? İslam ümmətində nə çatışmırdı? Bəziləri deyir ki, ay nə bilim, xristiyanlar belə gəldi, yahudilərə belə deyirdi. Xeyr, bunlar da tamamilə əsassız məsələlərdir. Çünki Peyğəmbərimiz tamamilə qüdrət sahibinə çevrilmişdi Ərəbistan yarımadasında və o özünə sonraki canişini təyin etməli idi. Allah Taala həmin bu ayədə Peyğəmbərə əmr edirdi ki, ona nazil olanı xalqa çatdırsın. Əgər bunu etməsəydi, Peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş sayılardı. Bu demək deyil ki, Allah Taala Peyğəmbərimizin bütün etdiklərini dəyərsiz sayacaq. Yox, bu deməkdir ki, yəni son nöqtəni qoymuş sayılmayacaqdır. Qədirxum hadisəsindən sonra isə İkmal ayəsi nazil oldu. Əl-yevmə əkməltu ləkum dinəkum. Bunu da bilirsiniz, Maidə surəsindədir ki, bugün dininizi sizin üçün kamilləşdirdim və s. ayənin axırına qədər. Bu ayə ilə Allah dinin tamamlandığını, nemətinin bitdiyini və İslamın artıq bəyənilmiş bir din olduğunu bildirdi. İndi mən bu Peyğəmbərin xütbəsini oxuyacağam. Bu barədə də xütbənin mənbələri barəsində də indi araşdırma aparan əzizlərə də onu deyim ki, Qədirxum xütbəsi İmam Baqir və əleyhissalam və Zeyd ibn Ərqəm kimi ravilər vasitəsilə Peyğəmbərimizdən nəql olunub. Xütbənin mətni bəzi xırda detallarla və sözlərlə fərqliliklər olsa da, Ravzatul Vaizin, Əl-İhticac, Əl-Yəqin, Nuzhətul Kiram və sair kitablarda da qeyd edilib. Məhəmməd Baqir Ənsari öz kitabında yazır ki, xütbənin tam mətni bu 7 kitabda nəql olunub ki, 7-sini də adımı tanıdım edim. Lakin mən kuntu mevlahu fəhəzə əliyyun mevlahu, mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır kimi cümlələri Qədir hadisəsini nəql edən bütün ravilər qeyd ediblər. Təqiyyə, xütbənin çox uzun olması və hamının onu tam yadda saxlaya bilməməsi kimi səbəblərdən xütbənin tam mətni bir çox mənbədə yazılmayıb.
Şiələr və əhl-i sünnə alimlərinin əksəriyyəti xütbənin hamısını yox, sadəcə Həzrət Əlinin müsəlmanların rəhbəri olaraq təqdim edildiyi hissəsini verməklə kifayətləniblər ki, bu hissə də Qədir hədisi kimi məşhurdur. Yəni, nə demək istəyir? Onu demək istəyir ki, bir hadisə baş verib, Peyğəmbər yol ayrıcında müxtəlif istiqamətlərə gedən hacıları yığıb bir yana və əmr edib ki, dəvələrin yüklərini bir yerə yığsınlar ki, hündür bir yer alınsın, çıxıb orada xütbə söyləyib, danışıb və daha sonra Həzrət Əli əleyhissalamın canişinliyini elan edib. Sözsüz ki, deyək ki, Peyğəmbərimiz bir yarım saat danışıb orada, 40 dəqiqə danışıb. Sözsüz ki, biz özümüz məscidlərə gedirik, orada 20-25 dəqiqə danışırlar. Bizim yadımızda nə qalır? 2 dənə, 3 dənə açar sözdən başqa bir şey qalmayıb. Deməli, burada da ravilər sözsüz ki, bütün Peyğəmbərin xütbəsini yaddaşlarında saxlamırdılar, saxlaya bilməzdilər. Kamera yox, telefon yox ki, Peyğəmbəri çəksinlər və ya dəftər, qələm yox ki, otursunlar, bütün xütbəni yazsınlar. Ona görə açar ifadələr qalıb ki, bütün müsəlmanların bu barədə nəql etdikləri əsas Həzrət Peyğəmbərin mən kuntu mevlahu fəhada aliyyun mevlahu həm şiələr, həm əhl-i sünnə ancaq bu hissəsini, önəmli bir açar hissəsi kimi veriblər. Deməli, mən indi Həzrət Peyğəmbərimizin təxminən bir neçə dəqiqə ərzində oxumaq istəyərdim ki, bu Həzrət Peyğəmbərin xütbəsindən indi təxminən görüm nə qədər çatdırsam, onu da oxuyaram. Həzrət Peyğəmbərimiz əvvəlcən tövhid əlaməti olaraq Allahın təkliyi barəsində danışır. Deyir ki, həm o Allaha məxsusdur ki, təkliyində ucadır, yeganəliyində yaxındır, səltənətində şanlıdır, rükünlərində, vəsflərində əzəmətlidir. O, öz məkanında, hər hansı bir məkana ehtiyac duymadan hər şeyi elmi ilə əhatə etmişdir. Öz qüdrəti və bürhanı ilə bütün məxluqatı ram etmişdir, özünə tabi etmişdir. Həmişə həmd olunmuşdur və hər zamanda məth ediləcəkdir. Şan şöhrəti zaval tapmaz, hər şeyi ilk dəfə yaradan və yenidən qaytarandır. Hər bir iş ona tərəf qayıdır. O Allah ki, göylərin yaradanı, yerlərin döşəyəni, yerlərin və göylərin mütləq hakimidir. Qüddusdur, nöqsansızdır, mələklərin və ruhun Rəbbidir. Yaratdığı hər kəsə lütf edəndir, var etdiyi hər kəsə bəxşiş, nemət verəndir. Hər bir gözü görəndir, hər bir gözü ki, bizim görən gözlərimiz, ümumiyyətlə görən nə varsa bu mənadadır. Hər bir gözü görəndir, nəzarət edəndir. Gözlər isə onu görə bilməz. Kərimdir, səxavətlidir, həlimdir, cəza verməyə tələsməz. Təmkin sahibidir, rəhməti hər şey bürüyüb və öz neyməti ilə onlara minnət qoyub. İntiqam almaqda tələsməz və layiq olduqları əzabı onlara verməyə təcil etməz. Həqiqətən gizli sirləri bilmiş, qəlblərdə olanları anlamışdır. Gizli qalan heç bir şey ona gizli olmamış və örtülü işlər onun üçün qarışıq naməlum qalmamışdır. Siz aləmlərə rəhmət olan Peyğəmbərimizin kəlamına baxırsınız ki, bu özü bir ayrıca bir tövhid bəhsidir ki, Həzrət Peyğəmbər bu cür tövhid məsələlərinə toxunur. Hər şeyi əhatə etmək, hər şeyə qalib gəlmək, hər şeydə güc sahibi olmaq və hər şeyə qadir olmaq ona məxsusdur. Onun bənzəri olan heç bir şey yoxdur, heç bir şey olmadığı bir vaxtda hər şey yoxdan var edən odur. Daimidir, diridir, ədaləti bərqərar edəndir. Ondan başqa heç bir ilah yoxdur, izzətlidir, hikmət sahibidir. Gözlərin onu dərk etməsindən ucadır, o isə gözləri dərk edir. O lətifdir, hər şeydən xəbərdardır, heç kəs onu gözlə görərək vəsfinə çata bilməz və heç kəs istər gizlində, istərsə də aşkarda onun necə olduğunu tapa bilməz. Yalnız əziz və cəlil olan Allahın özünü nişan verdiyi, müəyyən qədər məlumatlandırdığı qədərindən başqa. İndi fikir verirsiniz, bu da yenə də Peyğəmbərin sözlərdir. Heç görürsünüz, burada var ki, Allah gecələr enir, Allahın baldırı belə gəldi, Allahı qiyamət günü görəcəyi filan. Yox, görürsünüz, necə sağlam bir Həzrət Peyğəmbər tövhid bəyan edir. Şəhadət verirəm, o elə bir Allahdır ki, qüdsiyyəti, zəmanəni, bütün varlığı doldurub, nuru, əbədiyyəti bürüyüb, əmrini bir məsləhətçinin məsləhəti olmadan
icra edəndir. Nə müqəddəratı təyin etməkdə onun bir şəriki var, nə də idarə etməkdə ona kömək edilər. İlk dəfə yaratdığı şeylərə heç bir nümunə olmadan surət verdi və yaratdıqlarını heç kimdən kömək almadan, heç bir çətinlik çəkmədən və heç bir hiləyə əl atmadan yaratdı. Onları yoxdan var etdi və onlar var oldular. Onları yarattı və onlar bəlli oldular. O elə bir Allahdır ki, ondan başqa heç bir ilah yoxdur. Sənəti, yəni yaradıcılığı möhkəm olan, yaratması gözəl olan, əsla zülm etməyən ədalət sahibidir və bütün işlərin ona tərəf qayıtdığı ən kərimdir, yəni ən səxavətlidir. Şəhadət verirəm, o elə bir Allahdır ki, hər şey onun əzəməti qarşısında baş əymiş, hər şey onun izzətinə ram olmuş, hər şey onun qüdrətinə təslim olmuş və hər şey onun heybəti qarşısında müt'idir. Yəni, mən burasını keçə bilərdim, məsələyə gələrdim. Sadəcə özüm gəlmirəm ki, bu tövhidlə bağlı, yəni görsünlər ki, insanlar ki, hadisə qədirxumdur. Amma yəni, bu hadisənin ilahi tərəfi hardadır? Onun çox böyük bir, nətər deyim də, onun böyük bir məbnası var, onun bir kökü var. Yəni, bu belə deyir ki, mən gəldim əlini özümdən təyin etdim. Yox, Allah Taalanı vəsf edir və deyir ki, mən də onun rəsuluyam və daha sonra mətləbi davam etdirir. Hər şey onun izzətinə ram olmuş, hər şey onun qüdrətinə təslim olmuş və hər şey onun heybəti qarşısında mütidir. Mülklərin şahıdır, fələkləri, yəni göy cisimlərini orbitlərində dolandırandır, günəşi və ayı ram edəndir, hər biri müəyyən olunmuş bir vaxta qədər hərəkət edir, gecəni gündüzün üzərinə bürüyür və Allahın feillərinə keçibir və sürətlə onun ardınca gələn gündüzü də gecənin üzərinə bürüyür. Hər bir inadkar zalımı darmadağın edəndir və hər bir azğın şeytanı həlak edəndir. Onun nə bir ziddi olmuşdur, nə də onunla bir oxşarı var. Təkdir, səməddir, hər kəs ona möhtacdır, yəni Allah ehtiyacsızdır. Doğmamışdır və doğulmamışdır. Onun heç bir tayı bərabəri də yoxdur. Bir olan ilahdır və şanlı, şərəfli Rəbbdir. İstəyər və icra edər, iradə edər və hökm edər. Bilər və sayar, öldürər və dirildər, yoxsul edər və varrandırar, güldürər və ağladar, yaxınlaşdırar və uzaqlaşdırar, qarşısını alar və bəxş edər. Mülk ona məxsusdur və həmd ona layiqdir. Xeyir onun əlindədir və o hər şeyə qadirdir. Gecəni gündüzə qatır və gündüzü gecəyə qatır. Ondan başqa heç bir ilah yoxdur, izzətlidir, bağışlayandır, duaları qəbul edəndir, bəxşişləri bol-bol verəndir, nəfəslərin sayını biləndir, cinlərin və insanların Rəbbidir. O elə bir Allahdır ki, heç bir şey ona çətin gəlməz. Kömək istəyənlərin fəryadı onu yormaz və israr edənlərin inadı onu sandırmaz. Salih bəndələri qoruyandır, nicat tapanlara uğur verəndir, möminlərin mövlası və aləmlərin Rəbbidir. O elə bir Allahdır ki, yaratdığı hər bir kəsin hər bir halda ona şükür və həmd etməsinə layiqdir. Ona çoxlu həmd edirəm, xoş gündə də, sıxıntılı gündə də, çətinlikdə də, firavanlıqda da, hər zaman ona şükür edirəm. Ona, mələklərinə, kitablarına və elçilərinə iman gətirirəm, onun əmrini eşidirəm, itaət edirəm, onu razı salan hər bir işə doğru tələsirəm və onun hökmünə təslim oluram. Bunu ona itaət etmək rəğbəti və onun cəzasından qorxduğum üçün edirəm. Çünki o elə bir Allahdır ki, onun məkrindən, yəni gözlənilməz cəzasından arxayın olmaq olmaz və onun zülmündən isə qorxulmaz. Öz bəndəliyimi onun üçün iqrar edirəm. Onun Rəbb olduğuna şəhadət verirəm və mənə vəhiy etdiyini yerinə yetirirəm. Çünki bunu etməsəm, tərəfindən mənə elə bir bəla gəlməsindən qorxuram ki, çarəsi böyük olan və dostluğu xalis olan heç bir kəs belə onu məndən dəf edə bilməz. Ondan başqa heç bir ilah yoxdur. Çünki o mənə bildirdi ki, əgər Əlinin haqqında mənə nazil etdiyini təbliğ etməsəm, yəni çatdırmasam, onun elçiliyini çatdırmamış olaram. Təbarəkə və Təala olan Allah məni insanlardan qoruyacağına zəmanət vermişdi. O kifayət edən və kərim olan Allahdır. Artıq Peyğəmbər keçdi mətləbə. Beləliklə o mənə vəhiy etdi. Bismillahirrahmanirrahim. Ey elçi, Rəbbindən sənə nazil ediləni Əlinin barəsində, yəni Əli ibn Əbu Talibin xilafəti haqqında olanı çatdır. Əgər bunu etməsən, onun elçiliyini çatdırmamış olarsan, Allah səni insanlardan qoruyacaq. Ey cəmaat, Allah Taalanın mənə nazil etdiyini çatdırmaqda heç bir qüsur etmədim. Mən bu ayənin səbəbini sizə bəyan edirəm. Həqiqətən Cəbrail dəfələrlə
3 dəfə mənə nazil olaraq Rəbbim salamdan, o özü salamdır. Əmr etdi ki, bu toplantı yerində ayağa durub hər bir ağa, yəni ağ dərili və qara dəriliyə bildirim. Əli ibn Əbu Talib mənim qardaşım, vəsim, ümmətim üzərində xəlifəm və məndən sonraki imamdır. Onun mənə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir. Bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur. O, Allahdan və Rəsulundan sonra sizin vəlinizdir, yəni rəhbərinizdir. Təbarəkə və Teala olan Allah öz kitabından bu barədə mənə bir ayə nazil edib. Sizin vəliniz, yəni rəhbəriniz və haminiz ancaq Allah, onun rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rüku halında olduqları halda zəkat verirlər. Əli bin Əbu Talib də namazı bərqərar edən, o danışırdığı namaz qılan, bir də var ki, bərqərar edən. Və hər bir halda əziz və cəlil olan Allahın rizasını istəyərək rüku halında zəkat verən həmin şəxsdir. Mən Cəbraildən xahiş etdim ki, salam olan Allahdan məni bu xəbəri sizə, ey insanlar, çatdırmaqda müaf, yəni üzürü uzaq tutmasını istəsin. Çünki mən təqvalıların azlığını, münafiqlərin çoxluğunu, məzəmmət edənlərin hiləsini, həmçinin İslamı məsxərəyə qoyanların fəndlərini yaxşı bilirdim. Onlar elə kəslərdir ki, Allah öz kitabında onları belə vəsf edib. Onlar dilləri ilə qəlblərində olmayanı deyirlər. Bunu yüngül bir şey sanırlar. Halbuki bu Allah yanında çox böyüdür. Onlar dəfələrlə mənə əziyyət verdilər. Hətta mənə qulaq dedilər. Burada da qeyd edilir. Quranda da ayəsi var. Əlinin hər zaman mənimlə birgə olmasına, mənim ona üz tutub rəğbət bəsləməyimə və onun da məni qəbul etməsinə görə mənim belə olduğumu zənn etdilər. Hətta əziz və cəlil olan Allah bu barədə ayə nazil edib buyurdu. Onların arasında elələri də var ki, Peyğəmbəri incidir və o bir qulaqdır deyirlər. De ki, o sizin üçün xeyirli bir qulaqdır. Yəni, onun qulaq olduğunu zənn edənlərin əksinə olaraq. Allaha iman gətirir, möminlərə inanır, yəni onların sözlərini təsdiqləyir və sizdən iman gətirənlər üçün bir rəhmətdir. Allahın rəsulunu incidənlər üçün isə şiddətli əzab var. Tövbə 61. Əgər mən bunu deyənlərin adlarını bir-bir çəkmək istəsəydim, mütləq adlarını çəkərdim. Onlara şəxsən işarə etmək istəyərdim. Əgər onlara şəxsən işarə etmək istəsəydim, mütləq işarə edərdim və onları nişan vermək istəsəydim, mütləq nişan verərdim. Lakin Allaha and olsun ki, mən onların işlərinə qarşı kəramət və alicənablıq göstərdim. Yəni, adlarını gizli saxladım. Bütün bunlarla yanaşı Allah Əlinin haqqında mənə nazil etdiyini çatdırmayacağım təqdirdə məndən əsla razı olmazdı. Ey elçi, Rəbbindən sənə nazil ediləni, Əlinin haqqında olanı çatdır. Əgər bunu etməsən, onun elçiliyini çatdırmamış olarsan. Allah səni insanlardan qoruyacaq. Ey insanlar, bunu onun barəsində, yəni İmam Əlinin barəsində yaxşı bilin və dərk edin. Bilin ki, Allah onu sizin üçün vəli və imam təyin edib. Onun itaətini mühacirlərə, ənsara və onlara yaxşılıqla tabe olanlara, çöldə yaşayanlara və şəhərlərə, qeyri-ərəbə və ərəbə, azada və qula, kiçiyə və böyüyə, ağdəriliyə və qara dəriliyə, həmçinin hər bir müvəhhid tək Allahlıya fərz vacib buyurub. Onun hökmü keçərlidir, sözü qətidir, əmri qüvvədədir. Ona qarşı çıxan lənətlənib, ona tabe olub, onu təsdiq edənə isə rəhm olunub. Allah onu, həmçinin onu eşidib, ona itaət edənlərin hamısını bağışlayıb. Ey insanlar, bu mənim bu toplantı yerində durduğum sonuncu məqamdır, yəni sonuncu çıxışımdır. Ona görə də eşidin, itaət edin və Rəbbiniz Allahın əmrinə boyun əyin. Çünki əziz və cəlil olan Allah sizin mövlanız və ilahınızdır. Ondan sonra isə onun sizinlə danışan rəsulu və peyğəmbəridir. Məndən sonra isə Rəbbiniz Allahın əmri ilə Əli sizin vəliniz və imamınızdır. Sonra isə imamlıq Allah və rəsulu ilə qarşılaşacağınız günə qədər onun nəslindən olan mənim övladlarımda olacaq. Yalnız Allahın, Rəsulunun və onların halal buyurduğu şey halaldır. Yalnız Allahın, Rəsulunun və onların sizə haram buyurduğu şey haramdır. Əziz və cəlil olan Allah halalı və haramı mənə tanıdıb. Mən də Rəbbimin öz kitabından, halalından və haramından mənə öyrətdiyi hər şeyi ona, yəni Əliyə ötürdüm. Ey insanlar, onu üstün tutun. Elə bir elm yoxdur ki, Allah onu məndə ehtiva etməmiş olsun. Mənə öyrədilən hər bir elmi isə mən təqvalıların imamında
cəm etdim. Elə bir elm yoxdur ki, mən onu Əliyə öyrətməmiş olum. Allahın Yasin surəsində zikr etdiyi həmin o İmam-ın Mubin, yəni aydın rəhbər odur. Biz hər şeyi aydın bir rəhbərdə, yəni imamda, kamil imamda ehtiva etdik. Mən bir ola bilər ki, kimlərə biraz yorucu təhər gəlsin ki, yorulduq, usanduq. Siz təxmin edin ki, biz danışırıq ki, hacılar o cür qaynar istidə dayanıblar, Həzrəti Peyğəmbər də danışıb, indi kimsə qayıdır, biz sonra yoruluram, çıxıram, gəlirəm evə. Mən də bunu müxtəsər deyərdim. Niyə görə demirəm? Mən də bunu öz YouTube kanalımda paylaşmaq istəyirəm ki, mən də bugün sabah öldüm, getdim. Yəni kimsə birdən maraqlı olsa, Peyğəmbərin xutbəsini axtarsa və tapa bilməsə, axtarış etsin, heç olmasa buna qulaq assın və bir təxminən yəni ki, bunları bilsin. Ey insanlar, ondan azğınlığa düşməyin, ondan qaçmayın və onun vilayətindən boyun qaçırmayın. O, haqqa hidayət edən və haqqa əməl edəndir, batili yox edən və ondan çəkindirəndir. Allah yolunda heç bir məlamət, yəni danlaq edənin qınağı onu yolundan döndərə bilməz. O, Allaha və Rəsuluna iman gətirən ilk kəsdir. Mənə iman gətirməkdə heç kim ona qabaqlamayıb. O, canını Allahın Rəsuluna fəda edən kəsdir. Kişilərdən ondan başqa heç kəs Allahın Rəsulu ilə birlikdə Allaha ibadət etmədiyi bir vaxtda o Rəsulullah ilə bərabər idi. İnsanlar arasında ilk namaz qılan və mənimlə birlikdə Allaha ilk ibadət edən odur. Allahın əmri ilə ona mənim yatağımda yatmağı tapşırdım. O da canını mənə fəda edərək bunu etdi. Ruhunsan sən şey eləyə bilər. Ey insanlar! Onu üstün tutun çünkü Allah onu üstün etmiştir ve onu kabul edin çünkü Allah onu təyin etmiştir. Ey insanlar, həqiqətən o Allah tərəfindən bir imamdır. Onun vilayətini inkar edən kəsin tövbəsini Allah əsla qəbul etməz və onu bağışlamaz. Onun əmrinə qarşı çıxan kəsə qarşı bunu etmək və onu əbədi sonsuz bir zaman kəsində dəhşətli bir əzabla cəzalandırmaq Allah üzərində qəti bir hökmdür. Ona görə də ona qarşı çıxmaqdan çəkinin. Əks halda yanacağı insanlar və daşlar olan kafirlər üçün hazırlamış bir oda daxil olarsınız. Ey insanlar, Allaha and olsun ki, məndən əvvəlki peyğəmbərlər və elçilər mənimlə müjdələniblər. Allaha and olsun ki, mən peyğəmbərlərin və elçilərin sonuncusuyam, yəni Xatəmül Ənbiya. Göylərin və yerlərin əhli olan bütün məxluqat üçün hüccətəm. Kimsə bu barədə şübhəyə düşərsə, birinci cahiliyyət dövrünün küfrü kimi kafir olar. Kim mənim bu sözlərimin hər hansı birində şübhə edərsə, mənə nazil olanların hamısında şübhə etmiş olar. İmamların birində belə şübhə edən kəs, onların hamısında şübhə etmiş olar. Bizim barəmizdə şübhə edənin yeri isə oddadır. Ey insanlar! İzzət Cəlal sahibi olan Allah öz tərəfindən bir lütf və mənə olan bir ehsan olaraq məni bu fəzilətlə mükafatlandırdı. Ondan başqa heç bir ilah yoxdur. Agah olun ki, əbədilərin əbədisincə, zamanlar durduqca və hər bir halda məndən ona həmd sənalar olsun. Ey insanlar, əlini üstün tutun, çünki Allah ruzi nazil etdiyi və məxluqat var olduğu müddətcə o məndən sonra kişili qadınlı bütün insanların ən üstünüdür. Mənim bu sözümü rədd edən və onunla razılaşmayan kəs lənətlənib, Allahın qəzəbinə tuş gəlib, qəzəbə tuş gəlib. Agah olun ki, Cəbrail uca Allahın adından bu barədə mənə xəbər verərək buyurdu. Kim Əliyə düşmənlik edərsə və onu özünə vəli qəbul etməzsə, mənim lənətim və qəzəbim onun üzərinə olsun. Hər bir kəs, bu Quran ayəsidir, hər bir kəs sabahı üçün nə hazırladığına baxsın, Allahdan qorxsun. Ona qarşı çıxmaqdan çəkinin, yoxsa ayağınız möhkəm dayandıqdan sonra büdürüb sürüşər. Həqiqətən Allah etdiyiniz əməllərdən xəbərdardır. Ey insanlar, həqiqətən o Allahın öz əziz kitabında zikr etdiyi Cənbullahdır. Quranda var bu söz. Yəni Allah istiqaməti, Allahın dərgahına yaxın olan, o istiqamətdə olan yaxın bir kəs mənasındadır. Uca Allah ona qarşı çıxanlar barədə xəbər verərək belə buyurub: hər bir kəs deməsin ki, yəni qiyamət günü, Allahın cənbində etdiyim təqsirlərə görə mənə heyf, səd heyf. Zümər 56-da var. Ey insanlar, Quranı dərindən düşünün, onun ayələrini anlayın, möhkəm ayələrinə baxın və mütəşabbih ayələrinin ardınca düşməyin. Allaha and olsun ki, Quranın qadağan etdiyi şeyləri sizə bəyan edən və onun təfsirini sizə açıqlayan kəs yalnız budur. O kəs ki, mən onun əlindən tutmuşam, onu öz yanıma qaldırmışam, qolumdan tutub yuxarı qaldırmışam, əllərimlə ucaltmışam və sizə bildiriş edirəm. Mən
kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. O Əli ibn Əbu Talibdir, mənim qardaşım və vəsimdir. Onun vilayəti izzət və cəlal sahibi olan Allah tərəfindəndir ki, bunu mənə nazil edib. Ey insanlar, həqiqətən Əli və mənim onun sülbündən olan pak övladlarım siqli əsğər, yəni kiçik ağır əmanət, Quran isə siqli əkbərdir, yəni böyük ağır əmanət. Bu ikisindən hər biri digəri barəsində xəbər verir və onunla tam uyğunluq təşkil edir. Onlar hovuzun başında mənim yanıma gələnə qədər bir-birindən əsla ayrılmazlar. Agah olun ki, onlar Allahın bəndələri arasındakı əmanətdarları və yer üzündəki hakimləridir. Agah olun, mən yerinə mənə tapşırılarını yerinə yetirdim. Agah olun, mən çatdırdım. Agah olun, mən eşitdirdim. Agah olun, mən açıqladım. Agah olun ki, Allah buyurub və mən də izzət və cəlal sahibi olan Allah tərəfindən sizə dedim. Agah olun ki, mənim bu qardaşımdan başqa heç kəs əmir-əl-müminin, yəni möminlərin əmiri deyil. Agah olun ki, məndən sonra möminlərə əmirlik etmək ondan başqa heç bir kəsə halal deyil. Allah Rəsulu daha sonra Əlinin əlindən tutub yuxarı qaldırdı. Sonra isə əlini əlinin qoluna qoyub onu yuxarı ucaltdı. Əmir əl-Möminin əleyhissalam Allah Rəsulü sallallahu aleyhi və səlləm minbərə çıxan ilk andan etibarən Peyğəmbərin dayandığı yerdən bir pillə aşağıda onun sağ tərəfində elə dayanmışdı ki, sanki hər ikisi eyni məqamda idilər. Beləcə Allah Rəsulü onu öz əli ilə yuxarı qaldırdı. Hər iki əlini göyə doğru açdı və əlini elə ucaltdı ki, onun ayağı Allah Rəsulunun dizi bərabərinə çatdı. Sonra Peyğəmbər buyurdu: Ey insanlar, sizin özünüzə sizdən daha layiq olan kimdir? Onlar dedilər: Allah və onun Rəsulu. Peyğəmbər buyurdu: Agah olun, mən kimin mövlasıyamsa bu Əli də onun mövlasıdır. Allahım, onu sevəni sev, ona düşmən olanla düşmən ol, ona yardım edənə yardım et və onu tək qoyub köməksiz buraxanı köməksiz burax. Və əzizlərim, hədis mənbələrində əsasən bu hissəsini verirlər. Yəni ki, bu qeyd etdiyim fəqərələri, yəni demək olar ki, sünnülü şiəli verirlər. Bu hissə cəmaatın yadında qalıb. Ey insanlar, bu Əli mənim qardaşım, vəsim, elmimi qoruyub saxlayan və ümmətim arasında mənə iman gətirənlər üzərində xəlifəmdir. O, Allahın kitabını təfsir edən, insanları ona tərəf dəvət edən, onun razı qaldığı əməlləri yerinə yetirən, onun düşmənləri ilə vuruşan, onun itaəti üzrə dost və həmdəm edən, həmçinin onun günahlarından çəkindirəndir. Həqiqətən o, Allah Rəsulunun xəlifəsi, möminlərin əmiri və Allah tərəfindən təyin olunmuş hidayətçi imamdır. O, Allahın əmri ilə nakisinləri, nakisinlər kimlərdir? Yəni, əhdi pozanları, cəməl əhlini, qasidinlər kimdir? Zalim və haqdan sapanlar, yəni siffeyn əhlini və mariqinləri, yəni dindən çıxanları, nəhrəvan xəvariclərini qətlə yetirəndir. Allah buyurur, mənim huzurumda söz dəyişdirilməz. Ey Rəbbim, sənin əmrinlə deyirəm, Allahım, onu sevəni sev, ona düşmən olanla düşmən ol, ona yardım edənə yardım et, onu tək qoyub köməksiz buraxanı köməksiz burax, onu inkar edənə lənət et və onun haqqını danan kəsə qəzəblən. Allahım, sən bugün onu bəyan edib, onu bu məqama təyin edərkən vəlin olan Əli barəsində bu ayəni nazil etdin. Bugün dininizi sizin üçün kamilləşdirdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamdan razı qaldım. Buyurdun ki, həqiqətən Allah yanında din İslamdır. Həmçinin buyurdun ki, İslamdan başqa bir din axtarışında olarsa, ondan əsla qəbul olmaz və o axirətdə din axtarışında olarsa, ondan bunu dedim, əsla qəbul olmaz və o axirətdə ziyana uğrayanlardan olar. Allahım, mən səni şahid tuturam ki, mən çatdırdım. Ey insanlar, həqiqətən Allah sizin dininizi yalnız onun imamlığı ilə kamilləşdirdi. Kim ona və mənim onun sülbündən olan qiyamət gününə, Allahın huzuruna çıxarılacaqları günə qədər onun yerinə keçəcək övladlarıma tabe olmasa, imamları nəzərdə tutur. Belə kəslərin əməlləri dünyada da, axirətdə də puç olub və onlar odda əbədi qalacaqlar. Sonra ayə oxuyur ki, onların əzabı yüngülləşdirilməz və onlara möhlət də verilməz. Ey insanlar, bu Əlidir. O sizin aranızda mənə ən çox kömək edəniniz, mənə ən layiq olanınız, mənə ən yaxın və mənim üçün ən əziz olanınızdır. Əziz və cəlil olan Allah və mən onlar razıyıq. Qurandakı heç bir riza, yəni Allahın razılığını bildirən ayəsi yoxdur ki, onun barəsində nazil olmasın. Allah
nə vaxt iman gətirənlərə müraciət etdisə, ilk öncə onunla başladı. Quranda elə bir tərif ayəsi nazil olmadı ki, orada o nəzərdə tutulmuş olmasın. Allah həl ətə aləl insan, yəni insan dəhr surəsində cənnət şahidliyini yalnız onun üçün vermişdir. Bu surəni ondan başqası haqqında nazil etməmiş və ondan qeyrisini mədd etməmişdir. Bir dənə salavat zikrin. Allahümmə salli alə Muhammed və ali Muhammed və accil. Ey insanlar, o Allahın dininin köməkçisi və Allah Rəsulunun müdafiə edənidir. O təqvalı, pak, hidayət edən və haqq yoluna yönəldilmişdir. Sizin peyğəmbəriniz, peyğəmbərlərin ən xeyirlisi, vəsiniz, vəsilərin ən xeyirlisi, onun övladları isə vəsilərin ən xeyirləridir. Ey insanlar, şübhəsiz ki, iblis Adəmi cənnətdən həsəd ucbatından çıxartdı. Odur ki, ona həsəd aparmayın, yoxsa əməlləriniz puç olar və ayaqlarınız büdrəyər. Axı Adəm Allahın seçilmiş bəndəsi olduğu halda cəmi bir xətaya görə yer üzünə indirildi. Bəs onda siz, bəli siz necə olacaqsınız? Halbuki sizin aranızda Allahın düşmənləri də var. Agah olun ki, Əliyə yalnız bədbəxt kəs nifrət edər. Əlini yalnız təqvalı kəs sevib ona tabi olar və ona yalnız ixlaslı bir mömin iman gətirər. Allaha and olsun ki, Əsr surəsi Əli barəsində nazil olub. Bağışlayan və mehriban Allahın adıyla and olsun əsrə ki, insan mütləq ziyandadır. Yalnız iman gətirən, haqqa və səbrə razı olan Əlidən başqa. Ey insanlar, mən Allahı şahid tutdum və risalətimi sizə çatdırdım. Peyğəmbərin öhdəsinə düşən isə yalnız açıq aydın çatdırmaqdır. Ey insanlar, Allahdan, ondan qorxmağa layiq olan bir tərzdə qorxun və yalnız müsəlman olduğunuz halda ölün. Ey insanlar, Allaha, onun rəsuluna və onunla birgə nazil etdiyimiz nura iman gətirin. Hələ biz bəzi üzləri silib dümdüz etməmişdən və onları arxalarına çevirməmişdən, yaxud şəmbə əhlinə lənətlədiyimiz kimi onları da lənətləməmişdən əvvəl. Allaha and olsun, Allah bu ayədə mənim səhabələrimdən olan bir qrupu nəzərdə tutub. Mən onları ad-ba-ad, soy kökünə qədər tanıyıram, amma mənə onlara göz yummaq, yəni səhvlərini üzlərinə vurmamaq əmr olunub. İndi isə qoy hər kəs öz qəlbinə baxsın və Əliyə qarşı ürəyində bəslədiyi sevgiyə və ya nifrətə görə əməl etsin. Ey insanlar, Allahın nuru əvvəl mənim qəlbimə yerləşdirilib, sonra Əli ibn Əbu Talibə, daha sonra isə onun nəslindən olan Qaim Mehdiyə qədər davam edəcək. Həmin o Mehdi həm Allahın haqqını, həm də bizə aid olan hər bir haqqı geri alacaq. Çünki Allah bizi bütün aləmlərdəki təqsirkarlara, inatkarlara, müxaliflərə, xainlərə, günahkarlara, zalimlara və qəsbkarlara qarşı hüccət edib. Ey insanlar, sizi xəbərdar edirəm ki, mən Allahın rəsuluyam, məndən əvvəl də peyğəmbərlər gəlib gedib. Mən ölsəm və ya öldürülsəm, siz geriyə mi dönəcəksiniz? Kim geriyə dönsə, Allaha heç bir zərər vura bilməz. Allah şükür edənlərin və səbr edənlərin mükafatını tezliklə verəcək. Agah olun ki, səbr və şükür sahibi kimi vəsf olunan şəxs Əlidir. Ondan sonra isə onun sülbündən olan övladlarıdır. Ey insanlar, müsəlman oldunuz deyə mənə minnət qoymayın. Bunların çoxsu Quranın ayələrinə əsaslanır. Əzizlərim, yəni Quranda bunların ayələri var. Heç Allaha da minnət qoymayın, yoxsa əməllərinizi puç edər, sizə qəzəblənər və sizi alovlu od və ərinmiş mis seli ilə imtihana çəkər. Şübhəsiz ki, Rəbbiniz hər an pusqudadır. Ey insanlar, məndən sonra insanları oda çağıran rəhbərlər olacaq və qiyamət günü onlara heç bir kömək edilməyəcək. Ey insanlar, şübhəsiz ki, Allahın da mənim də onlara heç bir aidiyyatımız yoxdur. Ey insanlar, onların köməkçiləri, tərəfdarları və ardıcıları cəhənnəmin ən dərin qatlarındadılar. Təkəbbürlərin qalacağı yer necə də pis yerdir. Agah olun ki, onlar səhifə sahibləridir. Qoy hər kəs öz səhifəsinə yaxşı baxsın. Ravi deyir ki, insanların çoxu az bir qrup istisna olmaqla bu səhifə, yəni gizli saziş məsələsinin nə olduğunu başa düşmədi. Yəni Peyğəmbər nə deyirdi? O səhifə məsələsində başa düşmədi çox. Yəni bu ayrıca tarixi bir məsələdir, onu araşdırarsınız. Ey insanlar, mən bu imaməti və varisliyi qiyamət gününə qədər öz nəslimə əmanət qoyuram, yəni imamlara. Mənə çatdırılması əmr olunan hər şeyi çatdırdım ki, bu burada
olan, olmayan, şahid olan, olmayan, dünyaya gelen ve hele dünyaya gelmeyen herkes için bir hüccət olsun. Odur ki, burada olanlar, bura gəlib çıxmayanlara, atalar isə öz övladlarına bu xəbəri qiyamət gününə qədər çatdırsınlar. Onlar məndən sonra imaməti padşahlığa çevirəcək və qəsb edəcəklər. Agah olun, Allah qəsbkarlara lənət etsin. Ey insanlar və cinlər, ya eyyuhəssə qalan Ər-Rəhman surəsində də var. Tezliklə sizin üçün vaxt ayrılacaq və sizə alovlu od və ərinmiş mis seli göndəriləcək. Onda özünüzü müdafiə edə bilməyəcəksiniz. Ey insanlar, əziz və cəlil olan Allah pisi yaxşıdan ayırmayınca sizi olduğunuz bu vəziyyətdə başlı başına buraxası deyil. Allah sizi qeybdən agah edən də deyil. Bunlar da Quran ayələridir. Ey insanlar, elə bir məmləkət yoxdur ki, peyğəmbərləri yalan saydıqları üçün Allah qiyamətdən əvvəl oranı məhv etməsin və oranı İmam Mehdinin ixtiyarına verməsin. Allah öz vədinə mütləq əməl edəndir. Ey insanlar, sizdən əvvəlkilərin çoxunu da doğru yoldan azmışdı. Sizdən əvvəlkilərin çoxu da doğru yoldan azmışdı. Allaha and olsun ki, Allah əvvəlki nəsilləri həlak etdi, sonrakıları da həlak edəcək. Allah Teala Quranda buyurub, məgər biz əvvəlkiləri həlak etmədiyimi? Sonra sonrakıları da onların ardınca göndərəcəyik. Biz günahkarlara belə rəftar edirik, günahkarlarla. O gün yalan sayanların vay halına. Ey insanlar, şübhəsiz ki, Allah mənə müəyyən şeyləri əmr edib, müəyyən şeyləri isə qadağan edib. Mən də Allahın əmri ilə həmin o əmrləri və qadağaları əliyə tapşırmışam. Odur ki, nəyin əmr, nəyin qadağan olduğunu bilmək elmi onun yanındadır. Onun əmrlərinə qulaq asın ki, salamat qalasınız. Ona tabi olun ki, doğru yolu tapasınız və onun qadağan etdiklərindən uzaq durun ki, kamala çatasınız. Onun istəyinə, hədəfinə tərəf addımlayın və fərqli yollar sizi onun düz yoldan azdırıb parçalamasın. Ey insanlar, sizin tabe olmağınızı əmr etdiyi Allahın doğru yolu mənəm. Sirat-əl müstəqim. Məndən sonra Əli, ondan sonra isə onun sülbündən olan övladlarım hidayət imamlarıdır. Onlar haqqa yönəldər və haqq ilə ədaləti bərqərar edərlər. Bağışlayan və mehriban Allahın adı ilə daha sonra Peyğəmbər Fatihə surəsini oxuyur və Fatihə surəsini oxuduqdan sonra deyir ki, Allaha and olsun ki, bu surə mənim barədə nazil olub. Onların barəsində nazil olub. Bu xitab ümumilikdə onlara aid edilib. İhtinas sırat-əl müstəqim sırat-əl ləzine. Yəni o kəslərin yoluna ki, buradan məqsəd Peyğəmbər və əhl-i beytidir. Bu xitab ümumilikdə onlara aid edilib və xüsusi olaraq onlara həsr olunub. Onlar Allahın elə vəliləridir ki, onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə də görməzlər. Agah olun ki, yalnız Allahın firqəsi qalib gələnlərdir. Agah olun ki, onların düşmənləri, şeytanların qardaşları olan ağılsız və azğın kəslərdir. Onlar aldatmaq məqsədi ilə bir-birlərinə bərbəzəkli yalan sözlər pıçıldayarlar. Agah olun ki, Allahın öz kitabında zikr etdiyi həqiqi dostları elə kəslərdir ki, Allah onlar barəsində belə buyurub. Mücadilə 22. Allaha və axirət gününə iman gətirən bir qövmün Allah və onun rəsulu ilə düşmənçilik edənləri sevdiyini görməzsən. Hətta o düşmənçilik edənlər onların öz ataları, övladları, qardaşları və ya qohum əqrabaları olsalar belə. Allah onların qəlbinə imanı yazmış, onları öz tərəfindən bir ruhla dəstəkləmişdir. Onları ağacları altından çaylar axan cənnətlərə daxil edəcək və onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidir. Agah olun ki, mütləq qurtuluşa və uğra çatan məhz Allahın firqəsidir. Agah olun ki, onların dostları Allahın vəsf etdiyi elə möminlərdir ki, Allah buyurub, iman gətirən və imanlarına zülm, yəni şirki qatışdırmayanlar, məhz onlar üçün əminamanlıq vardır və doğru yola yönəlmiş olanlar da onlardır. Agah olun ki, onların dostları iman gətirən və imanlarında heç bir şək şübhəyə düşməyən kəslərdir. Agah olun ki, cənnətə salamatlıq və əminamanlıqla daxil olanlar məhz onların dostlarıdır. Mələklər onları salamla qarşılayıb deyərlər, salam olsun sizə. Pak oldunuz, təmizləndiniz, elə isə əbədi qalmaq üzrə bura daxil olun. Agah olun ki, onların dostları üçün cənnət vardır və onlar orada hesabsız ruzi alacaqlar. Agah olun ki, onların düşmənləri isə alovlu oda atılacaq kəslərdir. Mən buralarda da saxlaya bilərdim. Axırlarıdır, yəni saxlasam, bilirəm, biraz yorulmuşsunuz. Saxlasam sonra özümü də qınayacağım ki, niyə görə bunu oxumadın tam axıra qədər. İndi az qalıb da. Agah olun ki, onların düşmənləri Allahın barələrində belə buyurduğu kəslərdir. Hər hansı bir ümmət
daxil olduqca öz yoldaşını lənətləyər. Quran ayəsidir. Nəhayət hamısı orada bir araya gəldikdə sonrakılar birincilər barəsində deyərlər: Ey Rəbbimiz, bunlar bizi yoldan azdırdılar. Onlara otdan 2 qat əzab ver. Allah isə buyurar: hər kəs üçün 2 qat əzab vardır. Lakin siz bilmirsiniz. Agah olun ki, onların düşmənləri Allahın barələrində belə buyurduğu kəslərdir. Hər dəfə ora bir dəst, yəni cəhənnəmə, bir dəstə atıldıqda onun gözətçiləri onlardan soruşarlar: məyər sizə bir xəbərdarlıq edən gəlməmişdi? Onlar deyərlər: bəli, bizə xəbərdarlıq edən gəlmişdi. Amma biz onu yalan saydıq və dedik: Allah heç bir şeyi nazil etməyib. Siz sadəcə böyük bir azğınlıq içindəsiniz. Və deyərlər: əgər biz qulaq assaydıq və ya ağlımızı işlətsəydik, bu alovlu odun əhli arasında olmazdıq. Beləcə onlar öz günahlarını etiraf edərlər. Qoy alovlu odun əhli Allahın rəhmətindən uzaq olsun. Agah olun ki, onların dostları Rəblərindən gizlində qorxan kəslərdir. Onlar üçün bir bağışlama və böyük bir mükafat var. Ey insanlar, alovlu od ilə böyük mükafat arasında nə qədər də böyük fərq var. Ey insanlar, bizim düşmənimiz Allahın pislədiyi və lənətlədiyi kəsdir. Bizim dostumuz isə Allahın təriflədiyi və sevdiyi hər bir kəsdir. Ey insanlar, agah olun ki, mən xəbərdarlıq edənəm, yəni nəzir, Quranda da var. Əli isə müjdəliyəndir, bəşir. Ey insanlar, agah olun ki, mən qorxudanam, Əli isə doğru yolu göstərəndir, hadidir. Ey insanlar, şübhəsiz ki, mən Peyğəmbərəm, Əli isə mənim vəsimdir. Ey insanlar, agah olun ki, mən rəsulam, Əli isə məndən sonra imam və vəsidir. Ondan sonraki imamlar isə onun övladlarıdır. Agah olun, mən onların atasıyam, onlar isə Əlinin sülbündən dünyaya gələcəklər. Agah olun ki, imamların sonuncusu bizdən olan Qaim Mehdidir. Agah olun ki, o din üzərində tam qalib gələndir. Yəni, dini hər şeydən üstün edəndir. Agah olun ki, o zalimlardan intiqam alandır. Agah olun ki, o qalaları fəth edən və onları darmadağın edəndir. Agah olun ki, o şirk əhlindən olan hər bir qəbiləyə qalib gələn və onları doğru yola yönəldəndir. Agah olun ki, o Allah dostlarının hər bir qanını, intiqamını yerdə qoymayıb alandır. Agah olun ki, o Allahın dininə kömək edəndir. Agah olun ki, o dərin bir dəryadan ovuc su çəkəndir, yəni böyük elm qaynağıdır. Agah olun ki, o hər bir fəzilət sahibini fəzilətinə görə, hər bir cahili də cahilliyinə görə nişanlayandır, yəni dəyərləndirəndir. Agah olun ki, o Allahın bəyəndiyi və seçdiyi kəsdir. Agah olun ki, o hər bir elmin varisi və hər bir fəhmi əhatə edəndir. Agah olun ki, o Rəbbindən xəbər verən və onun ayələrinin işini möhkəmləndirəndir. Agah olun ki, o doğru yolda olan möhkəm və sarsılmazdır. Agah olun ki, ona işlər həvalə edilmişdir. Agah olun ki, ondan əvvəl gəlib getmiş, keçmiş nəsillər də onunla müjdələniblər. Agah olun ki, o yer üzündə qalan sonuncu hüccətdir. Ondan sonra heç bir hüccət yoxdur. Bu da şeylərin o Petraçıların əleyhinə deyə. Yəni ki, axırıncı 12-ci imamdır hüccət. Ondan sonra hüccət yoxdur. Haqq ancaq onunladır və nur ancaq onun yanındadır. Agah olun ki, ona qalib gələ biləcək heç kim yoxdur və ona qarşı kiməsə kömək edilməz. Agah olun ki, o Allahın yer üzündəki vəlisidir. Onun yaratdıqları arasında həkəmidir, yəni çıxartdığı hökmdür yaxud mühakimə edəndir. Onun gizlində də, aşkarda da əminidir, bəndəsidir. Ey insanlar, mən sizə bəyan etdim və sizə anlattım. Məndən sonra isə bu əli sizə anlayış verəcək. Yəni həqiqətləri başa salacaq. Agah olun ki, xütbəmi bitirdikdən sonra mən sizi onun beyyətini qəbul etmək və onu iqrar etmək üçün mənimlə əl sıxmağa, məndən sonra isə onun özü ilə əl sıxmağa dəvət edirəm. Agah olun ki, mən Allaha beyyət etmişəm, Əli də mənə beyyət edib. Mən də Allahın adından onun üçün sizdən beyyət alıram. Şübhəsiz ki, sənə beyyət edənlər, Quran ayəsidir, əslində Allaha beyyət edirlər. Allahın əli onların əllərinin üstündədir. Kim ətini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdə sadiq qalsa, ona böyük bir mükafat verəcək Allah. Ey insanlar, həcc və ümrə Allahın şüarlarındandır. Kim
evi, yəni Kəbəni həcc edərsə, yaxud ümrə yerinə yetirərsə, bu ikisini təvaf etməsində, yəni Səfa və Mərvə arasında dolanmasında onun üçün bir günah yoxdur. Kim könüllü olaraq bir xeyir iş görərsə, şübhəsiz ki, Allah əvəzini verəndir, biləndir. Ey insanlar, evi həcc edin. Hansı bir ev əhli oraya varıbsa, mütləq ehtiyacdan qurtulmuş və müjdələnmişdir. Kim ondan geri qalıb, uzaq düşübsə, mütləq nəsli kəsilmiş və yoxsulluğa düçar olmuşdur. Ey insanlar, elə bir mömin yoxdur ki, o mövqifdə, yəni Ərəfatda dayanıb dursun, Allah onun həmin vaxta qədər keçmiş günahlarını bağışlamasın. Həcci başa çatdıqda isə o əməllərinə yenidən başlayar. Ey insanlar, həcc edənlərə kömək olunur və etdikləri xərclərin əvəzi onların özlərinə qaytarılır. Peyğəmbər həcc barəsində danışır və yekunlaşır söhbət. Allah yaxşılıq edənlərin mükafatını əsla zayi etməz. Ey insanlar, evi kamil bir din və dərrakə ilə, yəni dini dərindən dərk edərək həcc edin. O müqəddəs məkanlardan ancaq tövbə etmək və günahlardan əl çəkmək şərti ilə ayrılın. Biz də, məsəl üçün, ziyarətgahlara gedəndə, yəni vəzifəmiz budur ki, orada tövbə etməliyik və günahlarımızdan əl çəkməliyik. Ey insanlar, namazı iqamə edin və zəkat verin, necə ki, əz və cəlil olan Allah sizə əmr edib. Əgər üstündən uzun zaman keçsə və siz süstlük göstərsəniz, yaxud unutsanız, əli sizin vəliniz və sizə bəyan edəndir. Yəni, çünki imamın vəzifələrindən də biri odur ki, insanlar neysə artırsa, o, yəni geri qaytarar və əksinə əksik etsə, yəni bərpa edər. O elə bir kəsdir ki, Allah onu məndən sonra öz yaradıqlarının əmini olaraq sizin üçün təyin edib. Şübhəsiz ki, o məndəndir, mən də ondanam. O və mənim nəslimdən onun canışını olacaq kəslər soruşduğunuz hər bir şeyi sizə xəbər verəcək və bilmədiklərinizi sizə bəyan edəcəklər. Agah olun ki, halal və haram bircə sayıb bitirə bilməyəcəyim və sizə hamısını tanıtdıra bilməyəcəyim qədər çoxdur. Elə buna görə də mən bu tək məkanda halalı əmr etmək və haramı qadağan etmək üçün həmçinin əziz və cəlil olan Allah tərəfindən gətirdiyim hökmü qəbul etməyiniz barədə sizdən beyyət almaq və əl sıxışmaq üçün əmr olunmuşam. Bu hökm möminlərin əmri Əli və ondan sonraki canişinlər barəsindədir. Onlar məndən və ondandılar. İmamlıq onlarda sabitdir və onun sonuncusu Mehdidir. Müəyyən edib hökm verən Allahla qarşılaşacağı günə qədər davam edəcək. Ey insanlar, sizi yönəltdiyim hər bir halaldan və sizi çəkindirdiyim hər bir haramdan əsla geri dönməmişəm və onları dəyişməmişəm. Agah olun, bunu yadda saxlayın, qoruyun və bir-birinizə tövsiyə edin, onu nə dəyişin, nə də başqası ilə əvəzləyin. Agah olun ki, mən sözümü yenidən təkrar edirəm. Agah olun, namazı iqamə edin, zəkatı verin, yaxşı işləri əmr edin və pis işlərdən çəkindirin. Agah olun ki, yaxşılığı əmr etməyin başı mənim bu sözümün mahiyyətini dərk edib ona tabe olmağınız, burada iştirak etməyənlərə onu çatdırmağınız, onu mənim adımdan qəbul etməyi onlara əmr etməyiniz və onlara mənə qarşı çıxmağı qadağan etməyinizdir. Çünki bu, əz və cəlil olan Allahın və mənim əmrimdir. Məsum bir imam olmadan nə yaxşılığı əmr etmək olar, nə də pislikdən çəkindirmək. Ey insanlar, Quran sizə tanıtdırır ki, məndən sonraki imamlar onun övladlarıdır. Mən də sizə tanıtdım ki, onlar məndən və ondandılar. Mənə də maraqlı gəlir ki, Peyğəmbər hansı Quran ayəsini indi gətirəcək dəlil. Yaxşı, indi deyir. Necə ki, Allah öz kitabında buyurur, o bunu öz nəslində qalan bir kəlmə etdi. Həqiqətən də Quran ayəsidir. Və cəaləhə kəlimətən baqiyyətən fi əqibihi. Yəni imamətə, yəni ki, gətir dəlildir. Mən də demişəm, o ikisindən yapışdıqca əsla azmazsınız. Ey insanlar, təqvalı olun. Allahın buyurduğu kimi o saatdan qorxun. Həqiqətən o saatın sarsıntısı böyük şeydir. Ölümü, məadı, hesabı, tərəziləri və aləmlərin Rəbbi huzurunda sorğu-sual olunmağı, həmçinin savabı və cəzanı yaddan çıxarmayın. Kim yaxşı əməllə gəlsə, ona görə mükafatlandırılar. Kim də pis əməllə gəlsə, onun cənnətlərdə heç bir pay olmaz. Ey insanlar, sizin sayınız eyni vaxtda hamınızın birdən mənimlə əl sıxaraq beyyət etməsi üçün çoxdur.
Allah isə mənə əmr etdi ki, möminlərin əmiri Əli və ondan sonra gələcək məndən və ondan olan imamlar barəsində bağladığım bu əhd peymanı dilinizlə iqrar edib təsdiqləyəsiniz. Necə ki, sizə bildirdim, mənim nəslim onun sülbündəndir. Odur ki, hamınız birdən deyin, biz Rəbbimiz və Rəbbin olan Allahdan möminlərin əmiri imamımız Əli və onun sülbündən dünyaya gələcək imamlar barəsində çatdırdığın hər şeyi eşitdik, itaat etdik, razı qaldıq və boyun əydik. Biz buna qəlblərimizlə, canımızla, dilimizlə və əllərimizlə sənə beyət edirik. Bu əhd üzərində yaşayacaq, bu əhd üzərində öləcək və bununla da yenidən diriləcəyik. Nə bu əhdi dəyişər, nə başqası ilə əvəzləyər, nə şəkkə düşər, nə inkar edər, nə də şübhə bəsləyərik. Nə bu əhddən geri dönər, nə də bağladığımız peymanı pozarıq. Sən möminlərin əmri Əli barəsində, həmçinin ondan sonra gələcək və sənin nəslindən olub, onun sülbündən doğulan imamlar Həsən, Hüseyn və onlardan sonra Allahın təyin etdiyi kəslər barəsində bizə Allahın nəsihətini çatdırdın. Odur ki, onlar üçün qəlblərimizdən, canımızdan, dilimizdən, vicdanımızdan və əllərimizdən əhd peyman alındı. Kimin imkanı çatdısa, əli ilə sıxaraq, yəni beyət etdi. Kimin ki, çatmadısa, dili ilə iqrar etdi. Biz bunun əvəzinə başqa bir şey istəmirik və Allah da canımızda bir dönülük, bir yayınma görməyəcək. Biz bunu sənin adından yaxındakı və uzaqdakı övladlarımıza və ailəmizə çatdıracağıq. Buna Allahı şahid tuturuq və Allahın şahid olması bizə yetər. Sən özün də buna bizə şahidsən. Sonra Peyğəmbərin sözüdür də, yəni bu. Ey insanlar, indi nə deyirsiniz? Şübhəsiz ki, Allah hər bir səsi və hər bir canın gizlini bilir. Kim doğru yolu tapsa öz xeyrinə tapar. Kim də azğınlığa düşsə öz ziyanına düşər. Kim beyət etsə əslində Allaha beyət etmiş olar. Allahın əli onların əlinin üstündədir. Ey insanlar, Allaha beyət edin, mənə beyət edin və dünyada da, axirətdə də möminlərin əmiri Əliyə, Həsənə, Hüseynə və onlardan olan imamlara yer üzündə qalan o kəlməyə beyət edin. Allah xəyanət edəni məhv edər, vəfalı olana isə rəhm edər. Kim əhdini pozsa ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdə sadiq qalsa ona böyük bir mükafat verəcəkdir. Ey insanlar, az qalıb, çox az axırladır. Sizə dediklərimi təkrar edin. Əlini möminlərin əmri olaraq salamlayın və deyin, eşitdik və itaat etdik. Ey Rəbbimiz, səndən bağışlanma diləyirik, dönüş də ancaq sənədir və deyin, bizə bu doğru, bunlar Quran ayələrdir ya. Bizə bu doğru yolu göstərən Allaha həmd olsun. Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüz doğru yolu tapa bilməzdik. Həqiqətən Rəbbimizin rəsulları haqqı gətirmişlər. Ey insanlar, Əli ibn Əbu Talibin əziz və cəlil olan Allah yanındakı fəzilətləri, hansı ki Allah onları Quranda nazil edib, mənim bu tək məkanda bircə sahib qurtara bilməyəcəyimdən qat-qat çoxdur. Kim o fəzilətlərdən sizə xəbər versə və onları sizə tanıtırsa, onu təsdiq edin. İnsanlar kim Allaha, onun Rəsuluna, Əliyə və qeyd etdiyim imamlara itaat etsə, şübhəsiz ki, böyük bir uğur qazanmış olar. Ey insanlar, ona beyət etməkdə, onunla dost olmaqda və onu möminlərin əmiri olaraq salamlamaqda öndə gedənlər, məhz onlar nəyim cənnətlərində uğur qazananlardır. Ey insanlar, elə sözlər deyin ki, Allah ona görə sizdən razı qalsın. Əgər siz və yer üzündə olanların hamısı kafir olsa belə, bu Allaha heç bir zərər yetirməz. Allahım, mənim çatdırdığım və əmr etdiyim bu sözlərə görə möminləri bağışla. İnkar edən kafirlərə isə qəzəb et. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Vəlhamdülillahi Rabbil aləmin.